Salam, kanalımıza xoş gəlmisiniz. Buraxılışa dəstək məqsədi ilə bugünlük sonuncu videomuzu çəkirik. Sabah 9 Mart. Abituriyentlərə çoxlu uğur arzu edirəm. Vaxt itirmədən misallarımızın izahına başlayaq. Fx bərabər x-in kubu çıxat 9x kvadrat minus 2x plus 18 funksiyasının sıfırlarının cəmini tapın. Məlumdur ki, funksiyanın sıfırları dedikdə funksiyanın absurd və kəşfi nöqtələri başa düşülür. Funksiyanın sıfırlarını tapmaq üçün təbii ki, əgər varsa, funksiyanın sıfıra bərabər edib tənlik kimi əldə etmək lazımdır. Əgər kub tənliyi üçün v termin bilsək, bu tənliyin sıfırlarının cəmi, yəni köklərinin cəmi müsbət 9 eləyəcəkdir. Amma gəlin biz x kvadratın buradan mötərizə xaricdən çıxardaq. Son iki ədədən mənfi 2-ni mötərizə çıxardaq. X-in kvadratını çıxartdım x minus 9. Buradan da mənfi 2-ni çıxartdım x minus 9. Bərabər sıra. İndi x minus 9-u mötərizə xaricdən çıxardıram. X kvadrat minus 2 bərabər sıra. Halsının sıfıra bərabər olma şərtinə görə sıfırlarından biri 9'dur. Biri kök 2'dir. Bir də mənfi kök 2'dir. Yəni funksiyanın qrafiki bu absidonu 9 kök 2 və mənfi 2, absidlər 9 kök 2 və mənfi 2 olan nöqtələrdə kəsir. Sıfırların cəmini soruşur. Doğru cavabımız nə eləyəcək? 9 eləyəcəkdir. Növbəti misalımız ABC 2 rəqəm natural ədədlərdir. A çıxaq 3B çıxaq 5C ifadəsinin ən böyük qiymətini tapın. Təbii ki, ifadənin ən böyük olması üçün o zaman bunu yazaq. A çıxaq 3B plus 5C şəklində yazaq. Mənfini mötərizə xaricdən çıxardaq. Ən böyük olması üçün demək azalan ən böyük olmalıdır. Çıxılan isə ən kiçik olmalıdır. ABC 2 rəqəmli ədədlər olduğunu nəzərə alsaq, bizə misal bunların müxtəlif rəqəmli ədədlər, müxtəlif ədədlər olub olmayacaqlarına məlumat vermir. O zaman biz A-nı 99 götürəyim. B və C-ni isə bacardığımız qədər ən balaca ədədlər, yəni ən balaca 2 rəqəmli ədədlər 10 və 10 götürək. O zaman 30 plus 50 doğru cavabımız eləyəcək. 99-dan da 80 çıxanda 99'dan 80 çıxan doğru cavabımız eləyəcək 19. Növbəti misalımız, üçüncü misalımız. A tam ədəd olarsa ifadənin qiyməti aşağıdakilərdən hansı olmaz? Əvvəlcə bu ifadə 2A plus 9 bölü A-nı 2 kəsrin cəmi şəklində göstərəyim. O da gelir 2 plus 9 bölü A. A tam ədəd olarsa aşağıda ifadənin qiyməti aşağıdakilərdən hansı ola bilməz? A tam ədəd olarsa. Məsələn 2 plus 9 bölü A-nı bərabərləşdirən bir dəfə 11'ə. Buradan 9 bölü A bərabərdir 9'a. A olacaq 1. Doğrudan da A tam ədəd oldu. A bəndi ödəyir. B bəndi 2 plus 9 bölü A bərabərdir mənfi 7'yə. 9 bölü A bərabərdir mənfi 9'a. A olacaq mənfi 1. Bu da tam ədəddir. 2 plus 9 bölü A bərabərdir 5'ə. 9 bölü A bərabərdir 3'ə. A bərabər 3'ə. Bu da tam ədəddir. Və D bəndinə baxaq. 2 plus 9 bölü A bərabərdir 1'ə. 9 bölü A bərabərdir mənfi 2'ə. A bərabər mənfi 4,5. Və gördüyünüz kimi tam ədəd olmadı. Demək bu ifadənin qiyməti 1'ə bərabər ola bilməz. A tam ədəd olduqda. Daha doğrusu 9 bölü A bərabərdir. Buradan mənfi 1'ə. A olur mənfi 9 ola bilər. Y bəndinə baxsaq 9 plus daha doğrusu 2 plus 9 bölü A bərabərdir mənfi 6'ya. 9 bölü A bərabər mənfi 8'ə. A bərabərdir mənfi 9 bölü 8. Bu da tam ədəd deyil deyə doğru cavabımız oldu. Bu ifadənin qiyməti mənfi 6 ola bilməz. Əslində A-nın 29'un bölənlərini də yazıb tez bir zamanda yoxlamaq olardı. M və M parametrlərin hansı qiymətində bərabərli eynilik olar? O zaman sol tərəf saxlayaq yerində, sağ tərəfi uşaqlar. İstəyirsə vıraq açaq bunu sağ tərəfin. 12x kvadratı minus 23x plus 10. Əslində n'imizin -5 olduğu rahat görünür, amma hər halda vıraq açaq. 3mx kvadratı plus 3nx minus 2mx minus 2n. 12x kvadratı çıxar 23x plus 10 bərabərdir. Demək 3mx kvadrat qaldığın yerində müsbət 3nx mənfi 2mx oxşar hədlərdir. X-i mötərizə xaricdən çıxardıram. 3n çıxar 2n minus 2n. Və eynilik olmaq üçün x kvadratın əmsalı burada 12'dir. Burada isə 3m'dir. M olacaq 4. Eyni qayda ilə burada sərbəst ədəd 3m minus
2m daha doğrusu ortancıl ət bərabərdir -23-ə. Və eyni qaydada sərbəst ət 10 bərabərdir nəyə? -2-nə. Demək n olacaq -5. M və n hansı qiymətlərində? M-in 4, n də -5 qiymətində. Doğrudan da bu buranı ödəyir. M-in yerinə 4 yazsam 8 edər. N-in yerinə -5 yazsam -15 və nəticəsində -23 eləyir. Növbəti misalımız kvadratik funksiyaların təpə nöqtəsinin apsisini tapın. Mənimdir ki, kvadratik funksiyanın təpə nöqtəsi m-dir. M-in apsisi də m idi. -b/2 adı üstünə hesablanılır. B-miz -3p-dir. X-in əmsalı. A-mız da x kvadrat əmsalı 2p-dir. O da edir 0,3p-lər ixtisar gedir. Doğru cavab oldu D bəndi. ABC üçbucağında AB 3'tür, AC 5'tir. ABC üçbucağı çəkək. Bura 3'tür, bura 5'tir. BC'nin uzunluğu tam ədəddir. BC'nin uzunluğu tam ədəddir. Bura 5'tir. BC'nin uzunluğu tam ədəddirsə, onda BC 8'dən kiçik, 2'dən böyük üçbucaq bərabərlisinə əsasən. Bu üçbucaqlardan təsadüfən seçmiş birinin bərabər yanlı üçbucaq olması. Demək, hansı üçbucaqlarım var uşaqlar? 3, 5, 3, 3, 5, 4, 3, 5, 5, 3, 5, 6 və nəhayət 3, 5, 7. Gördüyünüz kimi 5 dənə üçbucağım var. Onlardan məxrəcə 5 yazacağım. Sürətdə də uşaqlar tam ədəd olma, daha doğrusu bərabər yanlı üçbucaq olması deyir. Bərabər yanlı üçbucaq 1 və 2. 2 dənə də bərabər yanlı üçbucağım var. Doğru cavabımız oldu 5'də 2. Növbəti misalımız. Oxşarlıq əmsalı 4 olan iki üçbucağın sahələri cəmi 51'dir. Oxşarlıq əmsalı 4 isə onda sahələri cəmi oxşarlıq əmsalının kvadratına bərabərdir. Yəni oxşarlıq əmsalı 4-ün sahələri nisbəti oldu 16. Sahələri cəmi bizə 51 verib. O zaman S1'in yerinə 16 S2 yazsam, üstə görə S2 bərabər 51. Buradan 17 S2 bərabər 51'dən S2 olacaqdır nə? 3. S2 3 ise onda S1'imiz olacaq. 16'ın 3'e vuranda 48. Misal bizə böyük üçbucağın sayəsini istəyir. Doğru cavab oldu 48. Növbəti 2020'nin yazan uşaqlar 2022 minus 2. 2024'ü yazan 2022 plus 2. Üstə gələk 4. O da bərabər kökün altında. A müsbət üstünə görə 2022'nin kvadratı. Çıxaq 2'nin kvadratı plus 4. Müsbət 4 ilə -4 islah gedir. Kök altı 2022'nin kvadratı qalır. Buradan da eləyəcək 2022. Növbəti misalımız kompleks ədədin qoşması bu ədədsə P parametrin qiymətləri cəmini tapın. Mənimdir ki, kompleks ədədin qoşmasını tapmaq üçün həqiqisi olduğu kimi qalır. Xəli hissənin işarəsini dəyişmək lazımdır. O zaman Z bərabərdir P kvadratı çıxaq 6P plus 2 plus 5i kompleks ədədin qoşması olacaqdır. Həqiqisi olduğu kimi qalacaq. Xəli hissənin işarəsini dəyişən -5i. Misaldır ki, qoşması Z xət bərabər -5i'dir. Başqa üstlə gördüyünüz kimi həqiqisi onda 0 olmalıdır ki, -5i yaransın. O zaman P kvadrat çıxaq 6P plus 2 bərabər 0. P parametrin qiymətləri cəmini soruşur. Doğru cavabımız eləyəcək 6. X kvadratı çıxaq Px plus 4 bərabər 0 təlinin kökləri x1 və x2'dir. P'nin hansı qiymətini x1'in kvadratı və x2'in kub bərabər 64 olar. Kökləri cəmi Viet teoreminə görə P'yə bərabər, kökləri hasil də 4'ə bərabərdir. x1'in kvadratı və x2'in kubunu 64 verib. Burada x2'nin kubunu yazıram, x2'nin kvadratı və x2 bərabər 64. O da yazıram x1, x2'nin mötərizdən kvadratı və x2 bərabər 64. Demək, hasilimiz 4'dür. Onda olacaq 16. Vura x2 bərabər 64. x2 onda nə eləyəcəkdir? 4 eləyəcəkdir. x2 4 isə gətir burada x2'nin yerinə 4 yazsam uşaqlar x1'imiz eləyəcəkdir 1. Misal bizə P'ni soruşur. Bir nə də 4'ün cəmi P'dir. Onda P'imiz olacaq 5. Yəni P'nin hansı qiymətində? P'nin 5 qiymətində. Vektorların skalar hasilini tapın deyir. Komponentlər vermiş vektorların skalar hasilini tapmaq üçün uyğun koordinatları, uyğun komponentləri vurub toplamaq lazımdır. O zaman tangens 12'ni vuracağım tangens 78'e. Üstə gələk 4'e vuracağım 5'e. Tangens 12 dərəcə vuraq. Tangens 78 dərəcə 78 dərəcə birinci rübdə olduğuna görə tangens 78'in yerinə kotangens 12 dərəcə yaza bilərik. 90'dan çıxdıq, adını dəyişdik. Plus 20.
Mənimdir ki, eyni bucağın tangens ilə kotangensin hasili 1'dir. 1 plus 20 doğru cevabımız eləyəcək 21. Tangens 5x bərabərdir. Kosinüs 75 və kosinüs 15 çıxar. Sinüs 75 və sinüs 15 dəlilini həll edin. Tangens 5x bərabərdir. Bu da kosinüs alfa plus beta düsturudur, görürsünüz. O zaman tangens 5x bərabərdir kosinüs 90'a. Tangens 5x bərabərdir. Kosinüs 90'ın 0 olduğunu nəzərə alsaq, tangens 5x bərabər 0 tənli alınır. 5x bərabərdir arktangens 0 plus pi k. Arktangens 0'ın qiyməti ilə 0'dır, plus pi k. X ne olacaq? Pi k bölək 5. Doğru cevabımız pi k bölək 5. K daxil nəyə? Z-ə. Növbəti misalımız sinüs 100 dərəcə m'dir, kosinüs 100 dərəcə n'dir. Verilənlərdən hansı doğrudur? A bəndi, daha doğrusu birincisi sinüs 200 dərəcə bərabərdir. 2 qat bucaq düsturuna görə bunu 2 sinüs 100, kosinüs 100 yazıram. Sinüs 100'ümüz n verib, kosinüs 100 də n'dir. Və kosinüs 200 dərəcə uşaqlar. Kosinüs 200 dərəcə bilirsiniz ki, bunu da yaza bilərəm. Kosinüs kvadratı 100 dərəcə, 2 qat bucaq düsturuna görə sinüs kvadratı 100 dərəcə. Yəni n'in kvadratı çıxır m'in kvadratı. Verilənlərdən hansı doğrudur deyir. Demək ki, sinüs 200 dərəcə bərabər 2m'in, dördüncüsü doğrudur. Bir də kosinüs 200 dərəcə bərabərdir n kvadratı çıxaq m kvadratı. N kvadrat çıxır m kvadratı. O da variantlarda yoxdur, səhv eləmirəmsə. Yəqin burada n kvadrat çıxır m kvadrat olmalıdır. Ya da ki, belə verilənlərdən hansı doğrudur? Sadəcə biri doğrudur. Yəni 4. Sadəcə biri doğrudur, o da 4. Gözümdən qaçan bir şey yoxdur. Keçin növbəti misalımız. Loqaritm 6 əsasən 12 vuraq 12 əsasən 24 vuraq 24 əsasən 3x minus 2 bərabər 6 əsasən x kvadrat tənlinin kökləri cəmini tapın. Gəlin bunu belə yazaq. Loqaritm a əsasən b vuraq loqaritma b əsasən c. Bu nəyə bərabərdir? Bir əsasən başqa əsasa keçmək üçün tətbiq eləsəz, baxın bunlar b'lər gedir sanki. Burada qalır a əsasən c. O zaman burada da 12'lər gedir. Belə bir qayda var. Burada da 24'lər gedir. Yeni bir loqaritm alınır. Əsasında 6 qalan və burada da 3x minus 2 bərabərdir. Loqaritm 6 əsasına görə x kvadrat. O zaman əsaslar bərabərsə x kvadrat bərabərdir 3x minus 2'ye. X kvadrat minus 3x plus 2 bərabər 0'a. X bərabər 1, x bərabər 2. Təbii ki, yoxlamaq lazımdır ki, 1 və 2 buranı və buranı ödəyir. Təbii ki, 1 də yazanda 2 elərini ödəyir. Köklərin cəmini soruşur. Doğru cavabımız neçə eləyir? 3 eləyir. Növbəti loqaritm ifadələrdən alfa 0-ın 30'un arasındadır. 0-ın 30'un arasında olduğuna görə onda birinci iti bucaqdır. O zaman tangens 3a'da 0-la 90 arasında olacaq. O zaman 3a bucağı 0-la 90 arasında birinci rübə düşəcək və müsbət olacaqdır. Yəni bu ifadələrin mənası var. O zaman bilirsiniz ki, əsasları bərabər olan loqaritmaları vurduqda əsas qalır və b-ni c-yə vurmaq lazımdır. O zaman bizim misalda da ln tangens 3a üstə gələ ln kotangens 3a verib. O da bərabərdir ln tangens 3a vuraq kotangens 3a. Bu da bərabər ln tangens 3a kotangens 3a'ya vuranı 1 eləyir. Ln 1 də vahidin istənilən əsası görə loqaritması 0-a bərabərdir. Doğru cavabımız oldu 0. Növbəti misalımız bərabərliklərdəndir. N parametri ilə tam qiymətlərin cəmini tapın ki, bərabərliyi doğru olsun. Vektörünə görə köklərin cəmi n-3'ə bərabərdir. Köklərin hasili isə uşaqlar. Köklər hasili n+2'yə bərabərdir. Aparıb yerinə yazılaq. Kökləri hasilin yerinə n+2 yazıram. Kökləri cəmin də yerinə n-3 yazıram. Kiçik sıfırdan. Artıq sürəti məxrəcə vura bilərəm. İntervallar üsulu tətbiq edək. -2, 3, müsbət, mənfi, müsbət bizə mənfi interval lazımdır. M daxildir, -2, 3. M parametri ilə tam qiymətlərin cəmini tapın ki, -1, 0, 1, 2. Bunların cəmi neçə edir? 2. Doğru cavabımız oldu 2. P parametrinin hansı ən kiçik tam qiymətində ədədi silsiləsi artan ədədi silsilədir. Ədədi silsiləni bilirsiniz ki, ümumi şəkli D vuraq n+5 şəklindədir. Və ədəd silsilənin artan olmaq üçün silsilə fərqi 0-dan böyük olmalıdır. Yəni n misalındakı ədəd 0-dan böyük olmalıdır. Və o zaman baxın 2p-9 0-dan böyük olmalıdır ki, artan olsun. Mənfi onda azal olunur, 0 onda da sabit ədəd silsilə olur, sabit ardıcıllıq. P parametrin hansı ən kiçik qiymətində? P-nin ən kiçik tam qiyməti 5 olduqda.
Növbəti misalımız iti bucaqların fərqi 50 olan, düz bucaqlı üç bucağın düz bucaq təpəsinə çəkilən hündür və median arasında bucağı tapın. 90 dərəcə burası olsun. Düz bucaq təpəsindən hündürlük çəkəcəm. Sonra da median çəkəcəm. Bilirsiniz ki, bir təpədən hündürlük, median və tənbələn çəkilen onlardan ən böyüyü mediandır, ən kiçiyi hündürlükdür. Misal bizə bu bucağı soruşur. İti bucaqların fərqi demək ki 50 dərəcə verib. Bura alfa olsun, burada beta olsun. Baxın, bilirsiniz ki, düz bucaqlı üç bucaqda düz bucaq təpəsindən median çəkdikdə möhtəşəm üçləmələ gəlir. O zaman bura bərabərdir. Bura beta, sonunda burada beta yazıram uşaqlar. Bura 90 olduğuna göre onda bakın yukarıdaki iti bucaq 90 minus alfa olacak. Misal bizden bak buradaki x'i soruşur. O zaman S bucağın tamamı da 90 olduğuna göre 90 minus alfa üste gele x üste gele beta beraberdir 90'a. Buradan 90'lar gelir uşaqlar. X beraberdir. Menfi alfanı o tarafa atsam alfa, beta'nı da o tarafa atsam minus beta. Alfa minus beta bizde 50'dir. Böyle doğru cevabımız oldu 50. Tabii ki bunun qaydası da var. Ondan da eləyə bilərsiniz. Tənlər sisteminin həlli olan MN cütü üçün əgər hər hansı bir cüt tənlər sisteminin həllidirsə, onda həmin cütün koordinatlarını tənlər sisteminin tənliklərində yerinə yaza bilərsiniz. M plus N demək 10'dur. M bıraq N də 5'dir. Misal bizə M'in kubu plus N'in kubu soruşur. Muxtasar modüsuna görə M plus N bıraq M plus N'in mötərizə kvadratı minus 3M. M plus N'in yerinə 10 yazağım. Burada 10'un kvadratı çıxar 3 lira. M'in de yerine 5 yazaq. Doğru cevabımız 100'den 15 çıxanda 85. Ona da vuranda 850. Oturacağın sahəsi 36 olan düzgün 4 bucaqlı prizmanın həcmi 180'dir. Düzgün 4 bucaqlı prizma deyəndə uşaqlar oturacağı kvadrat olan və yan üzlər düz bucaqlı olan 4 bucaqlı prizma nəzərdə tutulur. Oturacağın sahəsini bizə 36 veribsə, yəni a kvadrat bərabər 36'dan oturacağın tərəf olacaq 6. Həcmi 180'dir. Bilirsiniz ki, prizmanın həcmi S oturacağı vuraq H''dır. O zaman 180 bərabər oturacağın sayısı tərəfi ile oturacağın sayısını 36 vermişdi. 36 vuraq H. Hündürlüyü de tapdıq 5. Demək bu prizmanın hündürlüyü oldu 5. Yan səthinin sayısını soruşur. Düz və düzgün prizmalarda yan səthinin sayısı oturacağın perimetrin hündürlüyə vurmaqla tapılır. Oturacağın perimetr tərəfi 6 olan kvadrat olduğuna göre 24 olur. Hündürlüyünü də 5 tapdıq. Doğru cevabımız eləyəcək 20. Növbəti misalımız oturacağın sayısı 9 pi olan silindirin hündürlüyü 8'dir. Bir silindir çəkənin uşaqlar. Oturacağın sayı 9 pi'dir. Yəni R bərabərdir. Daha doğrusu pi R kvadrat bərabər 9 pi'dən. R'miz olacaq 3. Hündürlüyü də 8'dir. R'miz də nədir uşaqlar? 3'tür. Baxın bura 3'tür, burada 3'tür. Nədir misalda? Bu silindir üzərindəki iki nöqtə arasındakı məsafənin ən böyük qiymətini tapın. Şurada silindir üzerindeki iki nöqtəyi rastgele iki nöqtə götürməliyik. O nöqtələr arasındaki məsafənin ən böyük olmasını istəyir. Təbii ki, bu nöqtələri biz ancaq və ancaq ox kəsiyinin diagonallarının uc nöqtələri olanda ən böyük ola bilər. Ox kəsiyinin diagonallarının uc nöqtələri olanda, yəni rastgele istədiyiniz kimi bir ox kəsiyi çəkin. Onun diagonalları arasındakı məsafə iki nöqtə arasındakı ən uzun məsafədir. O zaman burada bir x yazsam x bərabərdir 8'in kvadratı plus 6'nın kvadratından x olacaq nə 10. Demək silindir üzərindəki iki nöqtə arasındakı ən böyük məsafə 10 oldu. Rastgele iki dənə nöqtə. Nöqtədən kəşən iki müstəvinin kəşmə xəttinə qədər məsafə 4 cm. Nöqtə müstəvilərin üzərində olmazsa, həmin nöqtə müstəvilərin hər birinə qədər olan məsafəni ala biləcəyi tam qiymətlərin cəmini tapın. Demək uşaqlar bir iki kəşən müstəvi çəkilən. Bilirsiniz ki, iki kəşən müstəvini məsələlər əlində adi bir bucaq kimi çəkmək lazımdır. Amma bucağın tərəfləri üzərinə birinə müstəvi, digərinə də kəşmə xətti yazmaq lazımdır. Təpə nöqtəsində də kəşmə xətti yazmaq lazımdır. Bu çox önəmli şeydir. Demək ki, həmin nöqtədən harda nöqtə götürüb? Nöqtədən kəşən iki müstəvinin kəşmə xəttinə qədər məsafə 4'tür. Burada bir nöqtə götürülmüş A nöqtəsi. Misal deyir ki, nöqtə müstəvilərin üzərində olmazsa daxilindədir uşaqlar, belə deyək. Bura perpendikülər çəkirəm. Burada perpendikülər çəkirəm. Misal deyir kəşmə xəttinə qədər məsafə 4'tür. Baxın burası 4'tür. Nöqtə müstəvilərin üzərində olmazsa, həmin nöqtə müstəvilərin birinə qədər
məsafənin ala biləcəyi tam qiymətlərin cəmini tapın. Müstəvilərdən birinə qədər, məsələn, tutaq ki, bu müstəviyə qədər olsun, aşağıdakı müstəviyə qədər. Gördüyünüz kimi artıq bu y uşaqlar nə olacaqdır? Bu y 4-dən kiçik olacaqdır. Çünki uşaqlar əgər üzərində olsaydı nöqtə, baxın, müstəvilərdən birinin üzərində olsaydı həmən o A nöqtəsi, kəşmə xəttinə qədər məsafə 4 də ola bilərdi. Amma üzərində deyilsə, daxilindədirsə, artıq hipotenuz rolunu oynayacaq. Hipotenuz da bir katitdən dəqiq böyükdür, yəni y 4-dən kiçikdir. Və bu məsafə tam ədəddir, misaldır, görürsünüz. Onların ala biləcəyi qiymətlərin cəmini soruşur. Çox maraqlı sual idi. Çox maraqlı sual idi. ABC müsbət ədədləri uyğun olaraq 14, 6 və emanətlərlə düz mütənasibdir. Onda A bərabər 14x, B bərabər 6x, C bərabər də mx yaza bilərəm. Gətirib burada yerinə yazaq. Verib ki, A plus B bölək C bərabər 5-ə. 14x plus 6x bölək mx bərabər 5-ə. 20x bölək mx bərabər 5-ə. X'lar gedir. R bölü m bərabər 20 bölü m bərabər 5-dən m olacaq neçə? 4. Növbəti misalımız. Demək, O mərkəzi dairədə radiusu 10-dur. AMB qövsünün uzunluğu 17 olarsa AOB sektorunun sahəsində. Baxın, bu gördüyünüz qövsün uzunluğu nədir? 17-dir. Sektorun sahəsinin iki düsturu vardı. Əgər alfanı bizə mərkəzi bucağı dərəcə ilə veribsə, sektorun sahəsi pi kvadrat bölü 360 vuraq alfa ilə. Bütün dairənin sahəsinin 360 alfa hissəsi. Amma sektorun ikinci sahə düsturu da var. Sektorun sahəsi 2/1, qövsün uzunluğu vuraq çevrənin radiusu uşaqlar. Misalda bizə onu verib elə. Baxın, 2/1, qövsün uzunluğunu 17 verib. Çevrənin radiusuna baxın, sanki 3 bucağın sahə düsturuna oxşur. 2/1 AH. Oturacaq sanki 17-dir, bir də hündürlükdə 10-dur. 2/1 17 vurağım, doğru cavabımız eləyəcək 85. Elə o bu düsturdan alınır uşaqlar. Qövsün uzunluğu pi bölək 180 vuraq alfa olduğunu nəzərə alsınız. Burada yerinə qoysunuz, baxın, bu düstur rahatlıqla alınır. Belə sonuncu misalımız. ABCD dördbucağın tərəflərin orta nöqtəni ardıcıl birləşdirməklə MNKB dördbucağı salınmışdır. Belə dördbucaqlıdır uşaqlar rastgele. A, B, gəlin təzədən çəkib bu dördbucaqlını. A, B, C, D. Dördbucaqlının tərəflərinin orta nöqtələrini ardıcıl birləşdirməklə MNKP dördbucağı salınır. Bu dördbucağın diagonalları, ABCD'nin diagonalları 2 və 7 olarsa, MNKB dördbucağının perimetrini tapın. Orta nöqtələr olduğuna diqqət edək. Əslində bu dördbucaqlı paralleqramdır uşaqlar, amma biz onun üzərində dayanmayaq. Diagonallarını çəkək. Uzunluğun biri 7 verib uşaqlar. O zaman NK parçasına diqqət etsəz, NK parçası ABC üçbucağının orta xətti olur. O zaman uzunluğu olacaq 3,5. Hətta M parçasına diqqət etsəz, M parçası ADS üçbucağının orta xətti olur. Çünki M nöqtəsi orta nöqtə, P nöqtəsi də orta nöqtədir. O zaman burada olacaq 3,5. Eyni qayda ilə BD diaqonalını çəksək, onun uzunluğu bizə 2 verib. Onda M-nə diqqət etsək, M-in ABD-nin orta xəttidir. Uzunluğu olacaq 1. Eyni qayda ilə KP də BDS-nin orta xəttidir. BD-ni bizə 2 verib görürsünüz. Onda bura nə olacaq? 1. Əmələ gəlin dördbucaqlının MNKP dördbucağının perimetrini soruşur. Tərəflər 1 plus 1 plus 3,5 plus 3,5. O da neçə edir? 9 edir. Təbii ki, bunun qaydası var. Dördbucaqlının, ixtiyar dördbucağının tərəflərini orta nöqtələ ardıcıl birləşdirəndə paralleqram alınır. O paralleqramın perimetri, verilən dördbucaqlının diagonallarının cəminə bərabərdir. Diagonalların cəminə. Sahəsi isə uşaqlar, paralleqramın sahəsi isə verilən dördbucaqlının sahəsinin yarısına bərabərdir. Bizə bu lazım idi burada. Biz düstursuz elədik. Belə əziz uşaqlar, sabahki imtahanda sizlərə çoxlu uğurlar arzu edirəm. Cavablarınızı gözləyirəm. Hələlik.